Hər kəsə salam. Pensiyadan nə xəbər kanalına xoş gəlmisiniz. Xəbəri keçmədən əvvəl kanala abunə olub bildirimləri açmağı unutmayın. Bildirimləri açın ki, yeni xəbər gələndə ilk siz xəbərdar olasınız. İndi isə keçək xəbərimizə. Yüzlərlə vətəndaş pensiya yaşına çatdıqdan sonra əmək pensiyası almaq üçün tələb edilən şərtləri ödəyə bilmədiyindən yaşa görə sosial müavinətlə təmin olunur. Lakin sonradan işləri, sığorta stajını və digər zəruri şərtləri tamamlayan şəxslərin əmək pensiyası almaq hüququ qazanıb-qazanmayacağı bir çoxlarını maraqlandırır. Bəs sosial müavinət alan şəxs sonradan 25 illik sığorta stajını tamamlayarsa, ona yaşa görə əmək pensiyası təyin edilə bilərmi? Mövzu ilə bağlı konkret açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, pensiya yaşına çatdığı zaman yaşa görə əmək pensiyası almaq üçün tələb olunan şərtləri ödəyə bilmədiyindən sosial müavinət alan şəxs sonradan işləyərək qanunvericiliyə nəzərdə tutulan tələbləri yerinə yetirərsə, yaşa görə əmək pensiyası almaq hüququ qazanacaq. Ekspertin sözlərinə görə belə hallarda vətəndaş müvafiq sənədlərlə müraciət etdikdən sonra onun pensiya hüququ yenidən qiymətləndirilir. Əgər müəyyən edilərsə ki, artıq yaşa görə əmək pensiyasının təyin olunması üçün bütün şərtlər mövcuddur, həmin şəxsə ödənilən sosial müavinət dayandırılır və onun əvəzinə yaşa görə əmək pensiyası təyin edilir. İqtisadçı vurğulayıb ki, təkcə 25 illik sığorta stajının tamamlanması əmək pensiyası hüququnun yaranması üçün hər zaman kifayət etmir. Onun sözlərinə görə pensiyanın təyin edilməsi zamanı qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan digər meyarlar, o cümlədən şəxsin fərdi hesabına toplanmış pensiya kapitalının həcmi də nəzərə alınır. Akif Nəsirli əlavə edib ki, bu səbəbdən hər bir müraciət fərdi qayda araşdırılır və yekun qərar qanunvericiliyin tələblərinə uyğun olaraq verilir. Daha çox belə xəbərlərin gəlməsi üçün kanala abunə olub bildirimləri açmağı unutmayın.